Elə adamları çıxardılar səhnəyə ki, hamı bilir ki, bu 4 dəfə əri idi, 5 dəfə ərdən boşanır. Bu adam çıxıb xalqa əxlaq dərsi deyir. Xalq onun özünü təhqir olunmuş hesab edir. Televiziya kanallarından xahiş edirəm ki, ekranlara dəvət elədiyi adamların şəxsiyyətlərinə fikir versinlər. Xalqa öğüt nəsihət dərsi verən kimdir? Hansı tərbiyənin sahibidir? Hansı ocaqda, hansı bucaqda yetişir? Elə adam çıxır oradan nağıl danışır ki, öydə donursan, xəcələt qalırsan, nə uşağına, nə ailənin üzünə baxa bilmirsən, yoldaşım bana deyir ki, bu filan kəsdir. Vurur qalır ama kişi. Kim xalqa? Xalqın müdrik kişiləri var. Mən inandırıram ki, bu xalqın içində olaram məməkə. Atlı da, piyada da, çarıqlı, patavalı da, laf belə. Ay qardaş, bu xalqın içində, o kəndlərdə, o rayonlarda, Qurana and olsun, elə adamlara rast gəlirəm. Az qalır əməyiləm onun o palçıqlı ayaqqabısından öpəm. Gəl sənin ayağından öpürsən, bu sözünə tərd edin. Elə kişilər var. Axtarın, tapın. Yəni bugün böyük bir təxribat var Azərbaycan xalqının mənəviyyatına qarşı. Yazılarımız səviyyəsiz, sözün əsl mənasında səriştəsi olmayan, intellekti olmayan, tarixi bilməyən, ancaq hır, mır, zır, bax belə şou yaradan aparıcılardır. Onlar bilmirlər. Onlar o sözün əsl mənasında toy müğənnilərini yığırlar ora. Xeyir olsun toy müğənniləri. Ora sənətkarlar lazımdır. Sənətkar sözün əsl mənasında. O üzr istəyirəm bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortuları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nicahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr içirəm ifadəmi. Niyə çıxardınız səfərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız ora, bir-biri ilə gəh vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villaları ilə, meydan oxuyurlar maşınların bahalsı ilə, meydan oxuyurlar maşınların nömrəsinin bahalsı ilə. Bilirik də, bu şərəfsizlər görməmişlərin əlinə ki, pul düşdü, büdcəni dağıtdılar, milyonları var, bu qancıqlar üçün xərcləyirlər də, onlar üçün meydan yaradırlar, efirlərdə reklam edirlər bunları. Bunları gərək nəzarət lazımdır. Sovetin vaxtında belə küçə adamlarını ekrana bıraxarlardı. Qətiyyən mümkün deyildi, mümkün. Senzura var idi, baxırdı. Senzura nə idi? Ləyaqətli adamları, təmiz adamları. Yəni millətə, xalqa xeyir verən, onların problemini həll edən insanları dəvət eləyirlərdi. Bu nədir bura? Nədir bura? Zənənə hamamdır, nədir? Bu şortu müğənnilərdir toyda. Vururlar Moskvadan, Rusiyadan, hər yerdən pul qazanırlar, gəlirlər, özlərini reklam eləyirlər. Nə tərbiyələri var, nə qanacaqları var, nə onların şərəfi var, nə ləyaqəti var. Üzr istəyirəm sizdən. Bunların ancaq nədir? Hacı axtarmaq, hacı tanımaq və bir də toylarda ortalıqda meymunluq eləyib pul qazanmaq. Bunları ekranı çıxartmaq ayıbdır axı. Ayıbdır. 1000 dəfə deyirəm ayıbdır. Ayıb olsun. Ayıb olsun o televiziyanın kanalında oturan o şərəfsizlərə. Ağır olsun o televizyon şirkətinə nəzarət